ego nədir? Yəni biz egonu psixoloqlar tərəfindən eşitmişik cavablarını. Amma biz ilahiyyatçı olaraq, bir pedaqoq olaraq Aybəniz xanım Cəfərovadan soruşmaq istəyirik ki, sizcə ego nədir? Buyurun. Ego bilirsiniz ki, mən deməkdir. İnsanın özü. Və bu günləri biz əslində bütün sosial şəbəkələrlə insanlarda bu halı müşahidə edirik ki, qərbi mədəniyyəti insanlara bunu təlqin eləyir. Egosentriksən, mən mərkəzlisən, elə mən mərkəzli də qal. Yəni, mərkəzi və heç kəsi buraxma. Əsas özünsən. Və bununla insanları əslində elə bilirlər, doğru yola yönləndirilir, amma bu yanlışdır. İnsan əksinə, qəlbi ki, Allahın taxtı tacıdır. Allah deyir, qəlb evi mənim evimdir, mənim taxtımdır, ora məndən başqasını salma. Əgər ora başqasını salarsansa, başda elə özün olmaq şərti ilə, zaten bütün məsələlərdə insan özünü düşünür, ona görə mən mərkəzlidir. Hər şeydə mənim marağım, mənim mövqeyim, mən necə olacam, mən necə düşünüm, mən niyə əzdirim və ilaxırı və s. Bu cürə düşünür deyə insan artıq orada elə ən böyük səhvi yol verir ki, ora Allahın yeri ola, ora özünü otuzdurur. Bu da Allaha heç xoş gəlmir. Sınaqlar qarşısında insan həmişə elə həmin insanlar ən çox əzilirlər.